Salam əziz müəllimlər, hər vaxtınız xeyirli olsun. Bugün biz yaradıcı təfəkkür mövzusunu öyrənmiş olacağıq. İzaha keçid almadan öncə nəzərinizə çatdırmaq istəyirəm ki, bizim bu ay üçün ödənişli qruplarımızda endirimli qiymətlər mövcuddur və bizim ödənişli dərslərimizə qoşulmaq istəyən müəllimlərimiz aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlaya bilərsiniz. Deməli müəllimlər, yaradıcı təfəkkür nədir? Yaradıcı təfəkkürə biz kreativ düşünmədə deyirik. Nə deyirik müəllimlər? Kreativ düşünmədə deyirik. Baxın müəllimlər, kritik düşüncə tənqidi təfəkkürdür. Kreativ düşünmə isə yaradıcı təfəkkürdür. Deməli, yaradıcı düşünən insanlar problemi fərqli yollarla, yeni yollarla həll edirlər. Məsələyə müxtəlif aspektlərdən baxırlar. Yeni və alternativ yollar, yeni yollardan istifadə edirlər, fərqli yollardan istifadə edirlər və tənqidi təfəkkürdən fərqli olaraq yaradıcı tənqidi təfəkkürdə necə idi? Problemi sistemli və səmərəli yolla həll edilməsi idi. Məntiqi təfəkkürdə isə problemi sadə yolla həll olunmasıdır. Yaradıcı təfəkkürdə isə problemi yeni və fərqli yollarla həll edilməsidir. Yaradıcı təfəkkürü inkişaf etdirmək üçün bir neçə bacarıqlar var ki, bunları indi mən sizin nəzərinizə çatdıracağam. Deməli, birinci gəlir əlaqənin yaradılması. Əlaqənin yaradılması nədir? Bir neçə əşya arasında əlaqə yaratmaqdır. Məsələn, təkərli çamadan necə olub yaranıbdır? Çamadanla təkər arasında əlaqə yaradılıbdır və nəticədə təkərli çamadan ortaya ərsəyə gəlibdir. Və daha sonra təcrübə aparmaq. Təcrübə aparmaq nədir? Nəyisə yaratmaq üçün ərsəyə gətirəndə biz həmin ərsəyə gətirdiyimiz layihəni və yaxud da yaratdığımız bir əşyanı mütləq şəkildə sınaqdan keçirməliyik. Təcrübələr toplayırıq, sınaqdan keçiririk və riskləri gözə alırıq. Nəyisə yaratmaq üçün insan birinci riskləri gözə almalıdır və yaratdığını mütləq şəkildə sınaqdan keçirməlidir. Təcrübədən keçirib yoxlamalıdır. Hər hansısa bir uğursuzluqla qarşılaşanda təbii ki, ruhdan düşmək lazım deyil və çalışmaq lazımdır, təkmilləşdirmək lazımdır. Hər yolu tapana qədər üzərində çalışmaq lazımdır. Bunu da biz şagirdlərə aşılamalıyıq. Və bu kimi bacarıqlarla da biz şagirdlərdə yaradıcı təfəkkürü formalaşdırmış, inkişaf etdirmiş oluruq. Daha sonra gəlir sual vermək bacarığı. Sual vermək bacarığı insan özünə sual verir ki, mən bu məsələni başqa cür necə həll edə bilərəm? Axı yeni yollar, fərqli yollar axtarışında olur yaradıcı təfəkkürə malik insanlar. Mən nə üçün bu məsələni başqaları kimi həll etməliyəm? Baxın, bu sualı özünə verməklə yeni yollar axtarışında olur. Problemi başqa hansı həll yolları ilə həll edə bilərəm? Bu kimi suallar verməklə biz yaradıcı təfəkkürü formalaşdırmış, inkişaf etdirmiş oluruq. Müşahidə etmək odur ki, yaradıcı düşünən insan ətraf aləmi, insanları daim müşahidə edir, daim təcrübələr toplayır, təhlil edir, nəticə çıxarır və sonda səmərəli şəkildə həll edir və sonda öz yaradıcılığını ərsəyə ortaya gətirmiş olur. Və problemin həllində bir nöqtəyə fokuslanmaq, yalnız bir şəxsin düşüncələrini dinləmək insanın yaradıcılığını məhdudlaşdıra bilər. Ona görə də bir neçə insanın dinləyirlər. Yaradıcı təfəkkürə malik insanlar bir neçə insanları dinləyirlər və bir neçə insanları, yəni ətraf aləmdə olan insanların yaradıcılığını müşahidə edirlər və sonda öz belə deyim, yaradıcılığını ortaya qoymuş olurlar. Deməli müəllimlər, sinifdə də biz yaradıcı sinif mühiti yaratmalıyıq. Yaradıcı sinif mühitində uşaqlar əylənərək öyrənirlər. Səmərəli öyrənmə mühiti olur və yaradıcı sinif mühitində şagirdlərin özünə inamı, özünü ifadə etmə bacarıqları da yaranır və şagirdlərdə yaradıcı fikirləri təklif etməyə, sövq etməyə çalışmalıyıq. Bu zaman onların təkliflərinə neqativ şəkildə qarşılamaq olmaz. Ümumiyyətlə şagirdlərin ideyaları toplayarkən, fikirlərini toplayarkən şagirdlərə neqativ şəkildə yanaşmaq, fikirlərinə müdaxilə etmək olmaz. Şagirdlərin açıq fikirli olmaqla sövq etməliyik və bu zaman yaradıcı təfəkkürləri inkişaf etmiş, formalaşmış olur. Və yaradıcı təfəkkürü inkişaf etdirən bir neçə vasitələr, üsullar var ki, bunlardan da biri beyin həmləsidir. Beyin həmləsi nədir? Biz şagirdlərin fikirlərini, ideyalarını toplayırıq. Şagirdlər bizə öz ideyalarını, fikirlərini söyləyirlər. Ancaq biz onlara müdaxilə etməməliyik. Şagirdlərin özünü ifadəsinə şərait yaratmalıyıq. Və eyni zamanda 4N1KH üsulu vardır ki, 4N1KH üsulu nədir? 4 dənə N hərfi, nə vaxt, niyə və necə sualları, 1KH, bir dənə K hərfi ilə, yəni kim sualı, H isə harada sualını tətbiq etməklə biz şagirdlərin yaradıcı təfəkkürünü formalaşdırmış oluruq. Və nəzərinizə çatdırım ki, 4N1KH üsulu
həm də tənqidi təfəkkürdə var. Yəni həm tənqidi təfəkkürü, həm də yaradıcı təfəkkürü formalaşdıran üsul hansıdır? 4N1KH üsulunu seçmiş oluruq. Sonra gəlir analogiyanın tapılması. Analogiyanın tapılması oxşar və fərqli cəhətlərin tapılmasıdır. Və analogiyanın tapılmasını biz məntiqi təfəkkürdə keçdik. Həm məntiqi təfəkkürü, həm də yaradıcı təfəkkürü inkişaf etdirən, formalaşdıran üsul deyəndə, vasitə deyəndə təbii ki, biz analogiyanın tapılmasını seçmiş olacağıq. Daha sonra əşyalardan qeyri-adi istifadə var. Məsələn, şagird var ki, qələmdən və yaxud da deyək ki, digər vasitədən, qələmdənmi, xəttkeşdənmi, digər üsul kimi istifadə edir. Fərqli üsullarda istifadə edir. Bu da əşyalardan qeyri-adi istifadəsidir ki, bu da yaradıcı təfəkkürü formalaşmış və yaxud da inkişaf etdirməyə xidmət edir. Daha sonra gəlir problem həll etmə. Baxın müəllimlər, bu problem həll etmə mövzusu sertifikasiya imtahanında, sertifikasiyanın müsahibə mərhələsində verilən suallardan biridir. Problemi necə həll edirsiniz? Yəni hansı mərhələlərlə həll olunur problem? Birinci gəlir, baxın bura yazıram 1. Birinci gəlir problemin müəyyənləşdirilməsi. Problemin nə olduğunu əvvəlcə müəyyənləşdiririk. Sonra ikinci gəlir həll yolunun planlamaq gəlir. Həll yolunu planlamaq, yəni mən problemi müəyyənləşdirdim. Bu problemi necə həll edə bilərəm? İkinci gəlir həllinin, deməli, həll yolunu planlamaq. Üçüncü gəlir plan həyata keçirmək. Həll yolunu tapandan sonra, müəyyənləşdirəndən sonra planı həyata keçirirəm. Üçüncü addım planın həyata keçirilməsidir. Dördüncü addım prosesi dəyərləndirməkdir. Və 5-ci addım isə qiymətləndirməkdir. Deməli, problemi hansı yolla həll olunur? Birinci, problemi müəyyənləşdiririk. İkinci, müəyyənləşdirəndən sonra həll yolları tapırıq. Həll yollarını tapandan sonra planı həyata keçiririk. Dördüncü, prosesi dəyərləndiririk. Beşinci isə qiymətləndirmiş oluruq. Burada yazılan deməli sözləri də düzdür. Burada söz yığını çoxdur, amma siz məlumatınız olması üçün mütləq şəkildə oxumalısınız bu sözləri də. Bundan əlavə deməli 2026-cı il Time kitabına əlavə olunmuş yeni mövzular var. Praktik təfəkkür, abstrakt təfəkkür və analitik təfəkkür, bir də produktiv təfəkkür mövzusu var ki, bunların bir yerdə izahını göndərmiş olacağam və eyni zamanda testlərini də işləmiş olacağıq.